Salam hörmətli izləyicilərim. Bugün də belə iki rəngdən əmələ gələn bir naxışdır. Formada. Bunda toxunması çox asan bir naxış. Bunda nə istəsəz toxuya bilərsiniz. Jiletə, jaketə, uşaq üçün papağa, nəyə istəsəz qoya bilərsiniz. Belə iki ilməklərdən əmələ gələn bir naxışdır. Mən bunun bu hissəsini, rezinka hissəsini bir tərs bir düz toxumuşam. Kimin ürəyi necə istəyir, hələ də toxuya bilər rezinka hissəsini. Toxunuşu da ki, ancaq düz ilməklərdir. Başqa heç bir şey yoxdur. Yəni, ilməklər hamısı düz toxunub. Burada iki rəngdən istifadə eləmişəm, əlimdə olan sapdan. Kimin ürəyi hansı rəngdən istəyir, o rəngdən də toxuya bilər. Bunun üçün indi belə bir sapımı götürürəm. İlməkləri cüt ilməklər yığacağım milimin üstünə. 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20 ilmək yığdım milimin üstünə. Buradan da düğünləyirəm, açılmasın. Belə. İndi bu ilməkləri mən hamısını tərs toxuyacağım. 200-dən 2 sıra toxuyacağım. Rezinka toxuyan deyiləm. Siz necə istəyirsiniz, elə də toxuya bilərsiniz. Bunu mən bu yüzden birinci ilməni toxuyuram, birinci sıra olduğuna görə. Qalan ilməkləri hamısını belə tərs toxuyuram. Birinci sırada axıra qədər hamısını tərs toxuyuram. Axırıncını da tərs toxudum. İndi tərs üzdən yenə bir sıra tərs toxuyuram. Birinci ilməyi götürürəm. Buradan bütün ilməkləri tərs toxuyuram. Ki düz üzdən ilməklər hamısı düz olmalıdır. İndi burada düz üzüdür. İndi bura bu ikinci renk sapımı bağlayıram buradan. Birinci ilmeği götürdüm. Bu kenar ilmeğiydi. Buradan da 1, 2 düz toxudum. Sonra bu renkten toxuyuram. 2 düz. Yani 2 2 toxuyuruq da ikisini bu renkten, ikisini bu renkten.
2 mavi renk, 2 bu nə bilim çirkli ağ deyək də. Belə sarıdır yoxsa belə rəngdir. Sıranı axıra qədər belə toxuyuram. İki də bundan. Kənarı da tərs toxudum. Arxa tərəfdən indi birinci ilməni götürdüm. Bu ikinci ilməni. Bu ağların üstünə ağ, göy mavinin üstünə də mavi. Maviləri, sonra yenə də ağın üstündən ağ toxuyuram. Kənarı da ağ ilməkdən toxudum. Belə. İndi buradan düz-düzdür. 2 sıra toxudum hər rəngindən. İndi kənarı toxumuram, götürürəm. Bu ağları, mavini ağların üstündən toxuyuram. Ağ ilməklərin üstündən mavi toxuyuram. Mavi ilməklərin üstündən ağ. Tərs üzdən yenə ağların üstündən ağ toxuyuram. Mavinin üstündən mavi. Bunu götürdüm, birincini toxumadım. İndi mavi sapı götürürəm. Axırıncını da toxudum. Kənarı da tərs toxuyuram. Belə.
formada olur. İndi mavi sapı saxlayıram. Bu ağ sapdan toxuyuram düz hamısını. Birincini götürdüm, qalan ilməkləri ikisini də ağ toxuyuram. Arxa üzdən də yenə hamısını tərs toxuyuram. Formada indi buranı burada belə aradanla 6 sıra toxumuşam buranı. İkisi naxışın arasını 6 sıra toxumuşam. İndi burada da 2 sıra toxumuşam. Kim nə qədər istəyir bu hissəni toxuya bilər aranı. Sonra həmin eyni burada necə toxumuşuqsa təzədən həmin şeyi təkrar edirik burada. Sağ olun. Gələn videomda görüşənə qədər.